Bugünkü qonağımız Xəzər Lənkəran klubunun vitse-prezidenti Tuyğun Nadirovdur. Tuyğun bəy, xoş gəlmişsiniz. Sağ olun. Təbrik edirik altı xalın silinməsi ilə bağlı. Təşəkkür edirəm. Gözləyirdiniz belə bu FIFA-nın belə bir qərarını, yoxsa? Təbii, biz hər halda öz haqlı olduğumuza inanmasaydıq, biz sübutları kasa, yəni idman arbitraj məhkəməsinə göndərməzdik və hər zaman olduğu kimi artıq Xəzər Lənkəran növbəti qələbəsini FIFA üzərində çaldı və FIFA sübut elədi ki, ədalətsiz bir qərardır. Ümumiyyətlə, xal silinməsi klubdan heç bir zaman hər hansı bir ödənişə, bir texniki məsələyə görə verilə bilməz. Ancaq klubun adı bu totalizator məsələlərində hallandığında, yaxud oyun alqı-satqısında, yaxud da bir futbolçuya belə deyək, sənədlərində verilmiş yanlışlığa ya düz məlumat verilmədiyində FIFA-ya, saxtakarlığa yol verildiyində verilir. Vergilərdən klub müəyyən gəlirlərini gizlətdiyində, ancaq texniki bir məsələ, xırda bir məsələ, futbolçu ödəniş məsələsinə görə ümumiyyətlə xal silinməsi olunmur və oluna da Braziliyalı bilməz. futbolçu Romulo Silvano'nun iddiası idi və daha doğrusu onun iddiası yox, onun advokat sizdən, yoxsa yox, pulunu alamadı. Burada başqa bir məsələ idi. Romulo Silvano bir müddət əvvəl iddia qaldırmışdır ki, Xəzər Lənkəranın mənə 164 min ödəyəcəyi məbləğ var. 164 min dollar. Bəli, 164 min ABŞ dolları və Xəzər Lənkəran da məhkəmə gedişatı zamanı, məhkəmə çəkişməsi zamanı ona sübut eləmişdi ki, 164 min deyil, yəni aşağı salmışdı, 114 minə salmışdı. Və bir müddət sonra o 114 mini, deməli, yanvarın 11-i FIFA tərəfindən bizə 30 gün vaxt qoyulmuşdu ki, 30 gün ərzində biz onu həmən məbləği futbolçunun hesabına mütləq şəkildə ödəməliyik. Və biz də həmən məbləği demək olar ki, bir neçə gün ərzində futbolçunun hesabına ödəmişdik. Ümumiyyətlə qeyd edeyim ki, Xəzər Lənkəran Azərbaycan futbolunda ilk dəfə ümumiyyətlə hər hansı bir legionerə qarşı məhkəməni udan bir klubdur. Hətta bu 2006-cı ildə baş vermişdi. Ona kimi hər hansı bir legioner futbol klubunu verirdi, futbol klubuna qarşı bir məhkəmə iddiası qaldırırdı və udurdu onu. Bu ənənəni Xəzər Lənkəran qarşısına aldı və bu günə kimi də Xəzər Lənkəran hər zaman bu il ən azından 2 dənə FIFA-da məhkəmə udduq. Bu Ricardo Silvano'ya qarşı və Ricardo Gomez'ə və Julius Vubaya qarşı məhkəmə idi ki, biz orada qalib gəldik və həmən futbolçular yenidən komandanın düşərgəsinə məhz FIFA-nın qərarı ilə qaytarıldı. Və öz növbəsində həmən müddət ərzində pul ödənişi zamanı texniki bir nöqsana yol verilmişdi mühasibatlıq tərəfindən və bank hesabına köçürmələrdə cüzi bir məbləğ, yəni o məbləğin heç 2-3% demək olar ki, yəni məbləğində bir məbləğ düz ödənilməmişdi. Bu da əlbəttə ki, o pulun konvertasiyası, o pulun ödənilmə faizi, digər məsələlərdə yəni yol verilmişdi. Bir səhvə yol verilmişdi və texniki bir səhv idi. Və bunun həmən futbolçunun hüquqşünası mütləq şəkildə, yəni bunu mən yox, FIFA-nın disiplinar kodeksi tələb eləyir ki, bir tərəf qarşı tərəfə bir iddia qaldıranda mütləq digər tərəfi xəbərdar eləməlidir. Bizim heç bir xəbərimiz olmadan FIFA-da məsələ qaldırır ki, bəs futbolçunun pulu tam şəkildə vaxtında ödənilməyib, bunların mütləq altı xalı silinməlidir. Sizi çağırmadı mı? FIFA çağırmadı mı? Yəni, yox, o məsələ kollegial şəkildə baxılır. Yəni FIFA bu məsələ haqqında, pulun tam ödənilməməsi məsələsi haqqında artıq qərar qəbul edib birbaşa. Ayın 29-u bizə ünvanlayıb ki, sizin altı xalınızı sildik və siz pulu vaxtında ödəməmisiniz. Və orada FIFA sizə zəng eləyiblər, zəng çatmayıb, məktub göndəriblər falan. Elə bir şey varmı? Yoxdur. Ya da faks gəlməyib. Ümumiyyətlə faks. FIFA bizə birbaşa faks göndərir. FIFA faksı göndərir Azərbaycan Futbol Federasiyası assosiasiyalarına. Onlar da öz möhrü ilə, təsdiqi ilə və lazımi sənədlərlə bizə ünvanlayır o məktubu. Yəni bu Futbol Federasiyasına daxil olmayıb ki, onlar da bizə ünvanlasınlar. Ümumiyyətlə praktikada necədir? Yəni futbolçuya pul ödənmədiyinə görə 6 xal silinibmi? Varmı belə bir qərar? Mən onu deyirəm ki, bəs futbolçuya ümumiyyətlə maddiyyata görə cərimə oluna bilər ki, vaxtında pul ödənilməyib, müqavilənin hər hansısa bir şərti vaxtında yerinə yetirilməyib. Ancaq ona görə klubun son produktu onun xallarıdır da, əziyyət çəkib qazandığı onun
produktu, yəni xallardır və o xalı 2009-cu ildə məsələ baş veribsə, 2012-ci ildə o xalı silmək nə qədər düzgündür? 29 mart 2012-də qərar açıqlandı. Bəli, FIFA-nın qərarının yanlışlığı ondan ibarətdir və biz də bunu İdman Arbitraj Məhkəməsində də sübut elədik ki, deməli, həmən müddət ərzində qarşı tərəf bizə heç bir xəbərdarlıq eləmədən FIFA-da məsələ qaldırır və FIFA təmin edib onun 6 xalını kəsibdir. Halbuki o məsələ 12-si martda qaldırılıb və 3 həftə vaxt verilib. 3 həftəyə də 21 gün eləyir. Xəzər Lənkəran isə 18 gün ərzində bu məsələni artıq qaydasına qoyub və yəni o normalara uyğun olaraq bu ödənişi həyata keçiribdir. Xəzər Lənkəran, bəli. FIFA 3 gün tələsib 3 gün qabaqdan qərar qəbul edibdir. Bu məsələyə aid biz kassa lazımi sənədləri ünvanladıq və əlbəttə ki, biz əfsuslar olsun ki, bizim federasiyada tez bir zamanda buna qarşı, yəni bu xalın silinməsini tez bir zamanda həyata keçirdi. Halbuki hardasa FIFA əgər futbolçunun tərəfini qoruyursa, Azərbaycan Futbol Federasiyası klubun tərəfindən çıxış edib bu məsələni araşdırmalı idi. Və Xəzər Lənkəran sanki bir təklənən bir haldaydı. Ancaq sağ olsun Xəzər Lənkəranın yəni azarkeşləri hər zaman yanındadır. Xəzər Lənkəranın fəxri prezidenti Mübariz Mənsimov da bir klub daxili bir toplantı keçirib və klubun əməkdaşlarına inandığını bildirdi və inanırdı ki, axıra kimi Xəzər Lənkəran haqlıdır bu məsələdə və Xəzər Lənkəran qələbə çalacaq bu məsələdə və bu da artıq öz sözünü dedi və Xəzər Lənkəran növbədə KAS-da 2 dənə iddia qaldırdı və KAS da öz növbəsində FIFA-ya 25-i aprelə kimi vaxt qoydu ki, FIFA əsaslandırsın. Nəyin əsasında? Xəzər Lənkəranın 6 xal silinməsi barəsində qərarı verib. Bəli. Turqay bəy, bu qərar 29 martda açıqlandı, 6 xal silinsin. Yəqin ki, futbolçulara təsir eləmədi desək yalan olar. Təbii, yəni onun nəticəsi olaraq demək olar ki, qələbə necə oldu? Bu sevindirici xəbər futbolçulara necə təsir elədi? Mən birinci onu kədərdən keçək sevincə, bəli. Əfsuslar olsun ki, bu qərar tez bir zamanda açıqlandı və belə deyək, futbolçulara çox pis təsir elədi. Halbuki, əlbəttə ki, futbolçu da yəni burada əmək haqqıya çalışan bir adamdır və onun işi, biz onu oyundan qabaq, Bakı ilə oyundan qabaq biz onlarla görüş keçirdik. Dedi ki, onlar bu məsələ barəsində narahat olmasınlar. Bu işlə rəhbərlik məşğuldur və heç bir hüquq şirkəti yaxud da heç bir hüquqşünasdan birbaşa Xəzər Lənkəranın əməkdaşları, yəni menecerlər bu işi aparırlar və biz inanırıq qələbəmizə, bu 6 xalın qaytarılmasına. Onlardan o tələb olunur ki, qələbə çalsınlar, 3 xallarını qazansınlar. İstər Bakı ilə oyunda, ondan sonraki Neftçi ilə oyunda. Əfsuslar olsun ki, Bakı ilə oyunda 4-1 yəni məğlub oldu Xəzər Lənkəran komandası. Ancaq heç bir şey geridə deyil. Xəzər Lənkəran yenidən qayıdıb 2-ci pilləyə və bugün etiraf eləyək ki, Xəzər Lənkəran hətta nəinki Avrokuboklara vəsi qazanmaq, hətta çempion olmaq şansı var və bu yöndəndə də əlbəttə ki, bütün iş görülür. O ki, qaldı bugün Xəzər Lənkəran futbolçularının məsələ necə çatdırıldı? Əlbəttə ki, ilk növbədə klubun baş məşqçisi və baş məşqçisinin ardından komanda üzvlərinə çatdırıldı və hal-hazırda da komandanın prezidenti Mais Mənsimov futbolçularla bir yerdə bir yüngülvari toplantı keçirdi və məşqdən qabaq saat 6-nın yarısında və öz növbəsində onlardan yəni artıq rəhbərlik bir növ öz işini görüb və futbolçuların artıq məsuliyyət düşür üzərindəki bundan sonra 3 turda qələbə qazansınlar. Turqay bəy, digər bir məqam. Xəzər Lənkəran azarkeşləri həmişə o çılğınlıqları ilə, yəni oyunun əvvəlindən sonuna qədər qışqırmaqları ilə, komandaları dəstəkləməkləri ilə fərqlənir. Bu mənada növbəti oyunlarda nə gözləyirsiniz? Yəni ciddi bir fərqlilik, ciddi bir qalibiyyət. Mən elə bilirəm ki, hər məsələdə, yəni belə bir çətinliklərdə klub rəhbərliyi, azarkeşlər, futbolçular bir olmalıdırlar. Ümumiyyətlə, yenə deyirəm, vurğuladığım kimi, azarkeşlər bu məsələdə klubun hər zaman yanında oldular, hər zaman dəstəklədilər və onların da rolu oldu bu məsələdə. Hər halda mənəvi olaraq bir dəstək verirdilər
və yəni bu bir FIFA-nın təxribatı deyə bilərikmi? Yəni yox, FIFA-nın təxribatı Braziliyalı yox. futbolçunun mu təxribatı idi yoxsa? Onun hardasa ipucu gəlir Azərbaycana çıxır bayaq bunu vurguladığım kimi. Ona görə ki, burada bir neçə mənalı məsələlər var ki, futbolçu iddia eləmədən, futbolçu istəmədən onun agenti birdən-birə alt xalın silinməsini tələb eləyir. FIFA-da. Ümumiyyətlə, FIFA əcnəbi vaxtından tez qərar qəbul eləyir. Birdən-birə federasiya belə deyək, sanksiyaya məruz qoyur komandanı. Yəni bunların hamısı sanki bir qurulmuş bir şeydir. Amma Ancaq əsas bir məqam var odur ki, yəni siz idman belə deyim, apellyasiya ya da arbitraj məhkəməsinə getdiniz, apellyasiya şikayətinizi verdiniz, kassasiya şikayətinizi verdiniz və öz hüququnuzu bərpa elədiniz. Əslində bu sevindirici məqamdır ki, yəni beynəlxalq təşkilatlar qərarı çıxmamış, artıq FIFA öz səhvini başa düşüb bizə üzrxahlıq məktubu ünvanlayır. Ki FIFA biraz bu cür qərarlarını nadir hallarda dəyişir. Yəni bugünkü gün gəlin açıq etiraf eləyək. Məsəl üçün bilirsiniz, Fenerbahçenin Avrokuboklardan uzaqlaşdırılmasına dair kassa şikayət eləmişdi. Kassa heç o məsələyə baxmamışdı. Ümumiyyətlə qəbul eləməmişdi baxışa. Xəzər Lənkəran 2 dənə məsələ qaldırdı kassın qarşısında. Həmən o məsələlərin ikisini də kass qəbul elədi baxışa. Yəni araşdırılmağa. Yəni Mübariz Mənsurovaya görəmi biraz hörmətlə yanaşırlar yoxsa? Yox, iddiaya məzmunundan baxırlar. Necədir? Kass elə bir təşkilatdır ki, onun tarixçəsinə baxsaz tam müstəqil bir təşkilatdır. Və burada fərqi yoxdur. Xəzər Lənkəran müraciət hər bir hətta idmançı ora müraciət eləyə bilər. Bilirsiniz ki, dəfələrlə olub ki, Olimpiya idman növlərində çıxış edən idmançılar ora müraciət ediblər, öz hüquqlarını bərpa ediblər və bu həmən orqan demək olar ki, nə FIFA-dan, nə UEFA-dan, nə digər ali futbol qurumlarından, ali futbol təşkilatlardan asılı bir təşkilat deyil. Və bugünkü gün məhz Xəzər Lənkəranın ilk dəfə Azərbaycanda Azərbaycan klubu olaraq arbitraj məhkəməyə ümumiyyətlə şikayət verir ilk dəfə və ilk dəfə də öz haqlı olduğunu sübuta yetirir. Bu da demək olar ki, ilkə imza atmaq kimi bir şeydir. Qısa cavab xahiş edəcəm, vaxtımızın artıq keçmişik vaxtımızı da. Əcnəbi futbolçularla bağlı qərarda bir dəyişiklik olacaqmı? Bu cür problemlər ola bilər, istisnalar deyil. Bu mənada xarici futbolçuların klubda oynaması ya da cəlb edilməsi məsələsi. Yox, mən bir dənə söz deyim. Bugünkünə kimi Xəzər Lənkəranın mövqeyi, Xəzər Lənkəran bağladığı müqavilələr, hüquq şərtlər ki, hansı ki öz üzərinə götürür və futbolçunun üzərinə qoyur. Bunlar hamısı demək olar ki, yüksək səviyyədə təşkil olunur, yüksək peşəkarlıq səviyyəsində təşkil olunur və bir çoxları bir ara iddia edirlər ki, Xəzər Lənkəran klubu qeyri-peşəkardır, odur, budur. Bilirsiniz, bunlar hamısı bir qara PR kampaniya idi ki, Xəzər Lənkəran rəhbərliyinə və ümumiyyətlə klubuna yönəlmiş bir kampaniya idi və bir növ o 6 xal məsələsinin bir elementi idi ki, onu da tətbiq edirdilər. Və futbol klubu olaraq super transferlər gözlənilirmi, yəni əcnəbi futbolçulardan? Əcnəbi futbolçulardan bizim fəxri prezidentimiz çox gözəl söz dedi bu məsələyə aid. Super transfer anlayışı yoxdur. Var o transfer superdir ki, hansı ki gəlib Xəzər Lənkərana öz töhfəsini verəcək. O futbolçu yəni Messi gəlsə təbii ki, töhfəsini verəcək. Və bu məsələlərdə yenə diqqətinizə çatdırıram ki, bu Xəzər Lənkəranın FIFA-da bir çox məsələlərdə qalib gəlib. Ancaq FIFA üzərində ilk dəfədir ki, biz qalib gəlirik. Təşəkkürlər Turqun bəy. Bir də təşəkkür edirik və təbrik edirik. Minnətdarıq. Sağ olun. Sağ olun, minnətdarıq.